Salam dostlar, günləriniz xoş keçsin. Hə dostlar, söhbətlərimiz davam edir. Deməli, məlumat vermişdim, bizim bir kitabçamız çıxartdıq. Elə bil ki, məsələni biraz dərinləşdirək. Bu aralıq belə bir şərait yarandı və düşündük ki, Nadir Qocabaylı bəylə, bizim dəyərli ziyalımızla bu kitab üzərində çalışdıq, kitabça üzərində. Əslində, çox da böyük olmayan, amma içində ciddi mənəvi enerji daşıyan bir kitabça çıxartdıq. Burada bir ki, dünya müdrikliyindən illər boyunca seçib çevirdiyim düşüncələr yer alıb, dünya bilgəliyindən, hətta dünya poeziyasından, özündə bilgəlik daşıyan poeziyadan. Və bu kitab, dostlar, zamanla kitab dükanlarında olduqca mən məlumat verəcəyəm bu barədə. Bəlkə kimsə istəyər, əldə edə bilər. Hal-hazırda bu kitab bizim kitab aləminin krallarından olan qiymətli Talyer bəyin sərəncamında var. Papillon kitab evində istəyənlər, kitab sevərlər tanıyırlar. Papillon kitab evini və Talyer bəyi ondan əldə edə bilərlər. Dostlar, münasib qiyməti istəyənlər əldə edə bilər. Bu düşüncələrin kitab halında olması niyə yaxşıdır? Buna həm də bir ümumi kitab mövzusu ilə bağlı deyirəm. Çünki kitab, belə deyək, məsələn, deyək ki, səndə Kindle var, planşet var və ya telefonda oxuyursan, sən, məsələn, deyək ki, bir istirahətə getmirsən, bir dəniz sahilinə və yaxud başqa ölkədə, hansısa bir təbiət qoyununa və s. və ya təyyarədəsən və ya qatardasan və s. Orada sən enerji bitə bilər. Telefonun enerjisi, planşetin enerjisi, internet olmaya bilər. İnternetlə əlaqəli olmasa da, baxın da, məsələn, deyək ki, sən buradan bir düşüncəni oxudun, düşüncənin müəllifini gördün, o müəllifin kim olmasını istəyirsən bilmək. Bununla əlaqəli məqamlar, yəni cihazlarla, elektronika ilə, nə bilim, elektriklə və s. ilə bağlı çatışmazlığı olan şəraitlərə düşə bilərsən. Kitab isə belədir, kitab bütün durumlarda, bütün dövrlərdə, bütün məkanlarda demək olar ki, bütün hallarda keçərlidir. Kitabın belə bir sehirli gücü var. Ona görə mən düşünürəm ki, heç bir zaman kitabın yerini verməyəcək. Biz digər vasitələrdən istifadə edəcəyik, amma kitabın yerini heç nə verməyəcək deyə düşünürəm. Məhz buna görə, çünki onun qüvvəsi var, bəlli qüvvəsi var. Həqiqət kimidir, həqiqilik kimidir. Bütün durumlarda, bütün yerlərdə, bütün məkanlarda, demək olar ki, bütün məkanlarda, bütün zamanlarda keçərliyi var. Ona görə sən, məsələn, bunu kitab şəklində götürüb, çox yüngül bir kitab kimi və içində ciddi enerji daşıyan bir kitab kimi müxtəlif yerlərə gedə bilərsən və ciddi bilgəlik əldə edə bilərsən. Birinci məsələ budur, yəni bunun kitab şəklində olması bu baxımdan dəyərlidir və bu silsilənin sağlıq olsun gələcəkdə başqa nümunələrini də hazırlaya bilərik. Bunun məlumat vermişdim, yəni dərinləşdirmək olar. Ümumiyyətlə, belə deyək, indi mən öz aləmimdən danışaramsa, şübhəsiz ki, məsələn üçün biz çoxlu kitabları nümunə göstərə bilərik ki, mən zamanla bunu zaten göstərmişəm. Başqa müəlliflərin, başqa tərcüməçilərindən, başqa intellektualların meydana çıxardığı kitablar haqqında mən öz gücüm çatdığınca məlumat vermişəm. Amma həm də öz aləmimdən danışaraq deyim ki, buradakı kitabların demək olar hamısı, belə deyək, ustad müəlliflərdirlər. Yəni, mənəvi mədəniyyət nədir? Biz burada danışmışda mənəvi mədəniyyət, bir dəfə Nietzsche ilə bağlı bir videoda danışdıq, yadınıza gəlir, sədaqətli tamaşaçılar bilirlər. Mənəvi mədəniyyət nədir? Mənəvi mədəniyyət bizim
qanımıza, canımıza yeritmək istədiyimiz bir çox məqamlardır, xassələrdir. Səni yetişdirən xassələrdir. Əlbəttə bu yetişdirmə ideal şəkildə, yəni ideala çatmaqla da bağlıdır həm də. Fəqət ona çata bilmərik, amma insan doğulandan ölənə qədər, Platonun da dediyi kimi, burada da o düşüncə var, necədir? Bilgilənmə ilə məşğul olur. Yəni bilgilənmə insanın həm də təyinatıdır. Mədəni insanın təyinatıdır. Və bu həyatdakı, mən də bu qənaətə gəlmişəm ki, əsas işlərimizdən biridir. Bu həyatımızdakı. Yaxşı, bu nəyə lazımdır? Bunun çoxlu aparıb çıxardığı yerlər var, şaxalana bilər. Amma bu bəlkə bir mərhələdir, bəlkə başqa bir mərhələlər də var deyə düşünürəm. Yəni mənəvi təkmilləşmənin bəlkə də burada bir mərhələsi var, amma bunun başqa mərhələləri də var, ola bilər gələcəkdə. O şeyləri bilə bilmərik. Amma bunu çox aşkar hiss eləmək olur ki, burada insanın fəaliyyətlərindən biri mənəvi təkmilləşmədir, bilgidir, həm də bilgidir, bilgəlikdir. Deməli, bütün bunlarla bağlı, yəni orada Nietzsche ilə bağlı nəyə deyirdik biz? Düşünmə, yazma, hiss etmə, eşitmə, varlığı eşitmə və s. kimi biz xassələrdən danışmışıq, dəfələrlə olub da belə bir xassələrdən danışmaq. Mənəvi mədəniyyətin təsiri ilə. Məsələn, əgər bədiyyatdan ki, bununla məşğul oluram, bədiyyat və fəlsəfiyyatla məşğul oluram, düşünürəm ki, məsələn üçün, əgər bədiyyat dünyanın bədi mənzərəsinin, dərkiyyatının və ya bədi mahiyyətinin, dərkiyyatının ifadəsidir, o bizi hər bir oxucunun, hər bir yazıcının, sənətkarın pəncərəsindən dünyanın tamaşasına dalmağa və daha bundan sonraki mərhələ bizim o nəticələr çıxarmağımıza bağlıdır. Amma ilk növbədə tamaşasına dalmaqla bağlıdır. Həm də ilk növbədə estetik həzlə bağlıdır, estetik təfəkkürümüzü təkmilləşdirməklə bağlıdır. Burada belə deyək, bilgidə olan həzzi hiss etməklə bağlıdır ki, bilgidə olan həzz insan irqinin duya biləcəyi ən yüksək həzdir. Ona görə bilgidə olan həzzi hiss edən kəslər başqa həzlərə o qədər də düşkün olmurlar. Səbəblərindən biri budur. Bilgidə olan həzzi alırsansa, sən ən yüksək həzzi alırsan. Ona görə də digər həzlər bunun yanında bu qədər şiddətli olmur. Yetərincə sönük qalırlar və ya sən o həzlərə çox da meyl eləyirsən, amma çox da yox da. Yəni, çünki sən ən yüksək həzzi alırsan, o bilgidə olan həzzi. Və bilgidə olan həzzi hiss etməyin bizim müstəsnalığımızdır. Yəni, insan ilginin müstəsnalığıdır. Digər heyvanlar bu ya çox az buna qabildirlər, ya heç qabil deyirlər. Dərəcələnməyə görə belədir. Və xalis bədiyyatın da bizə belə bir bilgi vermək, yaşatmaq qabiliyyəti var. Fəlsəfiliyin də bununla bağlı, müdrikliklə bağlıdır. Mən, məsələn, deyək ki, bir tərəfdən sən poetik təfəkkürün işləyir, poeziyanı duyursan, varlıqdakı poeziyanı duyursan, bunu bədiyyatla eləyirsən. Mən şəxsən bunu əsas etibarilə ədəbiyyatla eləyirəm. Digəri isə bilgəliklə bağlıdır, müdrikliklə bağlıdır. Bu daha soyuqdur, bu daha birincisi vəcdə, ilhama bağlıdır, digəri daha bilirsiniz necədir, təşkilatlanmış tərəfdir. Qənaətlər çıxarmağa, müdrikləşməyə, duyğularının, özünün fərqinə varmağa aparan bir fəaliyyətdir. Ona görə də, məsələn, mənə görə bədiyyatla fəlsəfiyyat bir-birinə yaxındırlar və əqrabadırlar, xalisləri. Təsadüfi deyil ki, məsələn üçün, deyək ki, məsələn, Schopenhauer həm də gözəl bir yazardır. Yəni, mənəvi mədəniyyəti çox dərindən bilən adamdır. Məsələn üçün, çox misal çəkəcəm. Təsadüfi deyək ki, davamlı onlar arasında, yazıçılarla filosoflar arasında bir şirin dəyişmələr də olub tarix ərzində. Təsadüfi deyək ki, bütün demək olar böyük yazıçılar, bütün böyük yazıçılar fəlsəfəni kifayət qədər yaxşı biliblər. Məsələn üçün, bunların son pleyadası nədir? Borges, Nabokov, Tolstoy,
deyək ki, məsələn, örnək və dünyadan verəliksə, James Joyce, Proustun özü fəlsəfəni çox yaxşı bilirlər. Demək olar, fəlsəfəni çox yaxşı oxuyublar. Bu təsadüfi deyil, çünki bunlar bir-birinə çox yaxın intellektual fəaliyyətlərdirlər. Təsadüfi deyil ki, bir çox yazıçıların yaratdığı obrazlar, ya filosof təbiətlidirlər, bir çox obrazlar və ya konkret filosoflardılar. Məsələn üçün, Hötenin bu məsələni mövzu etdiyi mətnləri var. Sonra məsələn, Nabokovun filosof qəhrəmanı var, Adam Kruk. Mən də çox sevdiyim bir o qəhrəmandır. Voltaire'in Zadiki var, məsələn, filosofdur. Sonra Tolstoyun filosof təbiətli qəhrəmanları var. Yəqin çoxaltmaq olar bunu, dostlar, çoxaltmaq olar. Yəni, həmişə bədiyyətlə fəlsəfiyyat dünyada xalisləri bir-birindən əlaqəli olurlar. Bu, mənim də çox ürəyimcə olan bir haldır. Məsələn, Borgesin özü həm də mütəfəkkirdir. Borgesin özü həm də fəlsəfiliklə dolu mətnləri var və s. Əgər 20-ci əsrdən deyərsə, o Player tabaqada 20-ci əsrdən deyərsə. Məsələn, Nabokovun özü fəlsəfəni çox yaxşı bilib, oxuyub. Bütün o böyük filosoflar demək olar oxuyub. Joyce'un qəhrəmanlarından biri nə deyərdi? Mənim deyir, Aristotellə möhkəmlənmişəm, Aristotel zəkası ilə. Sonra məsələn, kim bir filosof var idi, klassikçi, orta əsrlər filosofu. Deyək ki, Aristotelin kəskin zəkası mənə təsir edib. Sonra çox misallar çəkmək. Məsələn, Voltaire'in özü həm ədəbiyyat yazırdı, həm fəlsəfə yazırdı. Və s. Biz misallar çəkmək olar. Məsələn, Baltazar Gracian həm yazıcı idi, həm filosof idi. Və onun mətnlərinin birində, kitablarının birində o örnəklər verir və örnəklərdə yazdığı mətnin filan filosof, bir tərəfdən filan filosofun üslubu ilə, bir tərəfdən digər yazarın üslubu ilə səsləşdiyini göstərir. Sonra, məsələn, Flaubert'in özü məktublarında bir filosof kimi çıxış edir, tez-tez mütəfəkkir kimi çıxış edir və orada hətta belə bir söz deyir. Orada təqribən bu cür deyir. Məsələn, sən gör, Platonu məmnun edəcək qadın nə dərəcədə dəyərli qadın olmalıdır deyə bir Platona şərinə tərif deyir. Təqribən bu cür bir məzmun da var orada. Flaubert'in hansısa mətnlərinin birində belə var. Yəni, bunlar hamısı fəlsəfəni oxumuş insanlardır. Düzdür ki, aralarında dəyişmələr olub, düzdür ki, aralarında toqquşmalar olub. Amma bu, dediyim kimi də bir aləmdir. Yəni, o mənəvi mədəniyyətin bir aləmi var. Qurduqları bir aləm var ki, orada onlar bir düşüncə və poeziya, müdriklik, poeziya, zaman-zaman şücaət, bir atmosferi qururlar və bilgi içində ömür sürürlər və yüngül-yüngül, rahat-rahat bir ömür sürürlər. Bu baxımdan da, xəyali olaraq belədir. Hətta Şopenhauer buna tanrılar kimi ömür sürürlər deyər. Yüngül və rahat, bilgidə belə. Bu baxımdan, məsələn, mən düşünürəm ki, mənə görə də və təbiətimə görə də bədiyyatla fəlsəfiyyat məndə də, məsələn, birləşmiş harmoniya şəklindədir. Bir tərəfi sənin rasional tərəfini, belə deyə bilərik, bir tərəfi irrasional tərəfini məmnun eləyir və coşdurur, belə deyək. Bu baxımdan, məsələn, bu kitabın da əhəmiyyətli olduğunu düşünürəm, dostlar. Burada, bax, məsələn üçün, o düşüncə, səni məhz düşüncələrin üzərində çalışmaqla, bilgələşməyə çalışmaq, müdrikləşməyə çalışmaq, əlbəttə bu idealdır. Kantın da dediyi kimi, yəni kamilləşmə, müdrikləşmə, kamilləşmə bir idealdır. Biz ona sadəcə can ata bilərik. Pifagor da buna uyğun desən, söz deyib desən, burada da var o.
Bu baxımdan düşüncələrdən işləmək, fəlsəfi düşüncələrlə işləmək insana çox böyük fayda gətirə bilər özünü təkmilləşdirmə baxımından. Nə bilim, çox cəhətdə. Yəni düşüncə insan həyatını sözün əsl mənasında dəyişə biləcək bir qüvvəyə malikdir. Fəlsəfi düşüncə deyərdim. Bu baxımdan kitabın böyük faydası var və üstəlik məsələn üçün dediyimiz kimi bu həm də mənəvi mədəniyyət nə üçündür? Sən oxuyarkən yaxşı ustadları oxuyursansa, yəni sənəti oxuyursansa, fəlsəfi və bədii sənəti oxuyursansa, bundan estetik zövq almaq bir yana, bu həm də sənin özünü ifadə imkanlarını artırmaqda kömək edir. Bu sənin dilini öyrənməyə də kömək edir. Bu sənin müxtəlif cür düşüncə tərzləri ilə məşğul olmağa və onların səndə sənin potensialını artırmağa bu baxımdan kömək edir. Yazı tərzini düzəldə bilər. Yazı tərzi baxımından çox bəhrələnə bilərsən. Çünki bunların hər biri dediyimiz kimi ustadlardılar. Yazıya mütləq təsir göstərəcəklər. Kitabı da həm də bütün dövrlər, o Pleyadanın bütün dünyəvi mənəvi mədəniyyətdən seçmələrdirlər. Müxtəlif dövrlər şəklində, zamanlar və məkanlar şəklindədir ki, bu da ümumi və bütöv bir dünya müdrikliğinin bəlli bir modelini yaradır. Yəni sən müxtəlif yerlərdən, həm şərqdən var, həm qərbdən var. Ona görə sən bu kitabı məsələn oxumaqla hər tərəfli şəkildə kitab çərçivəsində bilgələşmək, dünyanın müxtəlif yerlərinin, məkanlarının və zamanların bilgəliyindən faydalanmaq, bəhrələnmək imkanına malik olursan. Kitabın həm də belə bir xüsusiyyəti var. Üstəlik məsələn üçün kitab məsələn belə deyək, elə ölçüdədir ki, bu insanı çox da qorxutmur. Ona görə sən bunu rahatca götürüb, açıb bir düşüncə məsələn oxuyub üzərində düşünərək, keyfin istəyəndə onun üzərində düşünərək həyatına müəyyən faydalar gətirə bilərsən, mənəvi həyatına, hətta bunun ardınca gələn ictimai həyatına, sosial həyatına da müəyyən faydalar gətirə bilərsən. Son nəticədə insanın bir tərəfdən bəlli təyinatı nədir? Mənəvi mədəniyyət əxs eləməkdir. Bu kitab bu baxımdan da çox kömək ola bilər. Fəqət kitabda mövzular çoxdur, fəlsəfənin mövzusu hər şey ola bilər də. Bir təsəvvürlər, etik, estetik təsəvvürlərin ifadəsidir. Ona görə o mövzusu hər şey ola bilər. Yəni, dünyada necə ki, hər şeydən bədiyyat çıxarmaq olarsa, o cümlədən hər şeydən fəlsəfiyyat da çıxarmaq olar. Sonra məsələn dediyim kimi, burada hər bir müəllifin özünə məxsusluğunun ifadəsi olduğu üçün sən müxtəlif cür temperamentlərlə üzləşə bilərsən. Həm də düşüncələr mütləqlik məsələsi deyil, mütləqlik iddiası daşımırlar. Düşünmək üçündürlər. Fəlsəfə həm də düşünmək sənətidir. Bizi düşündürür. O demək deyək ki, orada deyilən düşüncə mütləq biz əməl eləməliyik və yaxud onu bizi öz tiranlığı altına alacaq dərəcədə ciddi almalıyıq. Elə deyil. Amma ən azından düşünmürəm. Məsələn, burada Schopenhauer'dan sərt həqiqətləri də var Schopenhauer'ın. Digər tərəfdən, məsələn, Tolstoyun sevgi fəlsəfəsinin, işığın, günəş istiliyinin duya bilərik, o da var. Və yaxud zarafatçıl düşüncələr var. Və ən əsası da bu, yaxşı oxucunu kimlərə göndərir? Buradakı müəlliflərə həm də göndərir. Bunları oxuyarkən həm də o müəlliflərin, qeyd etdiyim kimi, yaradıcılığına getsən, onlarla tanışdığa üst tutsan, daha dərindən tanışdığa üst tutsan. Bunun da çoxlu faydalar ola bilər. Məsələn, bu kitabın, deyək ki, oxucular bir tərəfdən faydalana bilərlər, yazarlar və mütəfəkkirlər başqa tərəfdən faydalana bilərlər. Onlar həm də, dediyim kimi, bu müəlliflərin aləminə gedib daha dərindən məşğul ola bilərlər onlarla və bu da onların yaradıcılığına müsbət mənada çox böyük təsir göstərə bilər. Hələ ki, bunlara deyim, baxın, dostlar, gələcəyə doğru yenə də fikirlər gələ bilər kitab haqqında. Bunlara dedim, sonra məsələn dedim ki, hər yerə apara bilərsiniz kitab şəklində və oxuyarsansa, dərk eləyərsənsə,
dərk etməyə çalışarsansa, qərəzsiz yanaşarsansa, adil yanaşarsansa, müəyyən həqiqətlərdən küsməzsənsə, ki, həqiqətdən əslində insan küsməməlidir. Ki, o dərman kimidir, acı dərman kimidir, bizi yaxşılaşdırmaq potensialı var. Nəcibləşdirici effekti var onun. Küsməsənsə, əlbəttə ki, bu kitabda oxucunun üzərindən işsiz şəkildə keçməz. Mütləq şəkildə onda müsbət təsirlər buraxar. Hər şeydən öncə də bundan da əlavə yaxşı üslubdan, sənətdən də ləzzət almaq olar. Dediyim kimi, bilgidəki olan həzzi, estetik həzzi dərk etmək, hiss etməyimiz bu yer üzərindəki ən yüksək həzdir. Bu həzzə qabil olmaq səni hətta bir çox mənfi hallardan belə uzaqlaşdıra bilər. Səni çox yaxşı bir əhvala apara bilər. Əlbəttə, biz burada məsələnin müsbət tərəflərindən danışdıq, dostlar. Məsələn üçün, gəlin bunlar dediyim, burada səni çox dərinə vararsansa, düşüncələrin əhəmiyyəti nədir? Düşüncələr dərin düşüncələrdir, aydın, dərin və sənin çox dərinlərə aparmaq, başqa yerlərə aparmaq da ehtimalı da var. Yəni, bir düşüncələr qidalandırıcı düşüncələrdirlər. Oxuyarsansa səni qidalandırarlar və yeni düşüncələr ürətmək və yeni qənaətlər ürətmək və hasil etmək və töhfə verərlər. Bunlar da var kitabda və mən istəyirəm ki, bu kitab başqa mağazalarda olduqca da mən məlumat verəcəm dostlar, bu kitabın hansı mağazalarda olduğunu. Əgər təkrirə yol verirəm, üzr istəyirəm dostlar, məndə o var, təkrirə yol verirəm. Məsələn, gəlin bəzi şeylər oxuyaq dostlar və biraz şərh eləyək, məsəl üçün. Məsəl üçün, Hötedən bir düşüncə var burada, tutalım. Öz sərhədlərini müəyyən edə bilmək və özünü təcrid etməyə bacarmaq böyük sənətdir. Məsələn, bu onun fəlsəfi düşüncələrindən biridir. Üstəlik bizi burada sənin həm də Hötenin məsələn poeziyasına apara bilər. Hötenin baxışına apara bilər bu ardınca və s. Yəni, nə deməkdir bu? Yəni ki, sən məsələn, təcrid etmək məsələsi var da, xüsusən yaradıcı işlərlə məşğul olanlar, xüsusən bəlli bir idealı gerçəkləşdirmək istəyənlər və yaxud bəlli bir yaradıcı iradə ortaya qoymaq istəyənlər və ya müxtəlif cür ola bilər bu. Yəni, məsələn, praktik həyatda da bu ola bilər və s. O, özünü təcrid etməyi bacarmaq məsələsi var. Yəni, mən məsələn üçün, nəyə enerjimi yanlış yerə mi sərf eləyirəm? Yanlış yerə sərf eləyirəmsə, bunu etməyim. Enerjini qoy. Çünki enerjinin qorunması məsələsi var da. Sən bilməlisən ki, məsələn üçün, əgər deyək ki, məsələn, bir iş görmək istəsə, bəlli, bu intellektual iş də ola bilər, bu praktik iş də ola bilər, iş həyatında da ola bilər, bu və s. və s. Hər hansı bir məqsədin var da. Bu məqsədi gerçəkləşdirmək istəyirsə, sən müəyyən başqa, məsələn, deyək ki, müəyyən əyləncələrdən uzaq olmalısan. Yəni, özünü təcrid etməyi bilməlisən. Bunu etməzsənsə, idealını gerçəkləşdirə bilməzsən. Yəni, bu kimi məsələlər var da. Məsələn, Höte bu baxmadır. Yəni, bu da həm də böyük sənətdir. Yəni, bu asan bir şey deyildir, özünü təcrid eləmək. Sərhədləri müəyyənləşdirmək və özünü təcrid eləmək ki, məsələn üçün, mən bu işi görəcəyəm və bunu gerçəkləşdirməliyəm. Bunun üçün özümü bir çox, deyək ki, əyləncələrdən məhrum buraxmalıyam. Sərhədləməliyəm özümü. Məhrum buraxmasam, bu işi lazımınca gerçəkləşdirə bilmərəm. Məsələn üçün, bax, belə bir düşüncə var ki, bu düşüncə səni çox yerə apara bilər. Bu cür düşünərək sən ondan bir fayda əldə edə bilərsən. Çünki mən fəlsəfəyə məhz bu cür bir fəaliyyət, bu cür bir disiplin kimi baxıram. Yəni, səni bilgələşdirən, müdrikləşdirən, daha kamil bir şəxsiyyətə çevrilməyi və töhfə verən bir fəaliyyət kimi baxıram mən fəlsəfəyə. Başqa təyinatlar da var, amma həm də bu cür baxıram. Yəni, bunu bədiyyatla, bir poeziya ilə birləşdirməyə çalışıram belə. Və yaxud məsələn üçün, bax, burada məsələn üçün bir insanı çox uzaq yerlərə aparan bir düşüncə var. Öz uydurduqlarından qorxurlar. Lukianın sözüdür. Lukian antik Roma yazıcısıdır.
məsələn, ədəbiyyatın inkişafında çox böyük rol oynayıb. Və ən əsası mən başqa videoda da bunu vurgulamışdım dostlar. Əsas olan nədir? Həqiqilik məsələsi var da. Həqiqilik məsələsi var. Yəni bu həqiqilik məsələsi çox belə problematik məsələdir. Dövr hər bir çağ həqiqiliyə qarşı adətən müxalif mövqedə olur. Müxtəlif yollarla müxalif mövqedə olur və bir mütəfəkkirin və ya bir yazıçının və ya bir nə bilim insanın, şəxsin, şəxsiyyətin, ziyalının həqiqiliyinin müəyyənləşməsi və adilanə şəkildə qiymətləndirilməsi çox sonrakı nəsillərə, belə deyək, onların öhdəsinə düşür. Yəni sonrakı nəsillər gəlirlər və kimin həqiqi olduğunu, kimin əslində saxta olduğunu onlar müəyyən edirlər də. Amma əlbəttə ki, məsələn, saxtalıq zaten elə çox zaman öz ömrü boyunca faş olur. Yəni saxtalıq sabit uzunömürlü ola bilməz. Sabit və uzunömürlü olan həqiqilikdir. Hər nə qədər böyük maneələrlə, əngəllərlə üzləşsə də həqiqilik çox belə ədalətsiz tez-tez münasibətlə üzləşsə də sabit, kəskin, güclü və qüvvətli olan odur. Son nəticədə o qalib gəlir. Amma bu çox tez-tez uzun dövr tələb edir. Amma saxtalıq isə çox tez-tez təzahür edir, ortaya çıxır. Görünür, bu təbii nizama uyğundur. Fəqət o uğurlu olur, amma bir müddətlik olur da. O uğurlu olsa da bir müddət sonra partlayır və çökür. Bu saxtalığın taleyi belədir. Amma həqiqilik hər nə qədər mənfi münasibətlə üzləşsə də, müxtəlif şəkillərdə bu olsa da, həqiqilik stabil, qüvvətli, möhkəmdir. Və qədri çox sonralar bilinsə də dəxli yoxdur da. Yəni ki, bu gücü, potensialı özündə həmişə daşıyır. Ona görə buradakı düşüncələr, müəlliflər hamısı həqiqi müəlliflərdir. Yəni mənim sevdiyim müəlliflər həqiqi müəlliflərdir və həqiqiliyi, məsələn üçün, mən bir oxucu olaraq rahatlıqla sezə bilirəm. Yəni, o həqiqilik dişin dişə sıxılması ilə bağlıdır, əzabla bağlıdır, istirabla bağlıdır, mətndəki əzabı görməklə bağlıdır. Çox cəhətlərdən sən həqiqiliyi sezə bilərsən. Və mənim haqqında bəhbəhlə danışdığım bütün müəlliflər həqiqi müəlliflərdir. Yəni, onlar mən həqiqiliyə başqa cür belə deyə bilərəm. Həqiqətən əzab çəkmiş müəlliflərdir. Bu belə demək olar. Bu məsələni həll edə bilir. Ən azından bir tərəfdən həll edə bilir. Ona görə buradakı müəlliflər hamısı zamanın sınağından üzə ağ çıxmış müəlliflərdir və hamısı həqiqidirlər. Ona görə də onların ifadə etdiyi, yəni həqiqi insan olaraq ifadə etdikləri düşüncələr də bu həqiqiliyin damğasını özündə daşıyır və həqiqi enerjini daşıyır. Və bir gerçəkdən nəzibləşdirici, kamilləşdirici mənbə həqiqi mənbə ola bilər. Saxta mənbə onu bacara bilməz. Bu baxımdan buradakı həqiqi insanilik, bu düşüncəlerdəki həqiqi insanilik doğrudan da gerçək təsir göstərə bilər. Belə bir ehtimal həmişə var, belə bir potensial həmişə var. Amma göstərə bilirmi, göstərə bilmirmi, bu gerçəkləşə bilirmi, gerçəkləşə bilmirmi, bu artıq həm də başqa şəraitlərdən asılıdır. Amma kitabın öz içindəki düşüncəlerdəki həqiqilik mütləq şəkildə mövcuddur. Mütləq şəkildə bir qaynar enerji olaraq mövcuddur. Bu da çox əhəmiyyətli məsələdir. İnsaniləşmə baxımından çox əhəmiyyətli məsələdir. Gəlin sizə başqa bir şey də oxuyum, dostlar. Məsələn üçün. Məsələn, bax, ədalətpərəstlik Tanrının yer üzərindəki sürətidir. Məsələn, bu çox doğru düşüncədir əslində. Doğruluğu böyük olan düşüncədir və yaxud necə deyərlər, çox işıqlı düşüncədir. Doğrudan da məsələn üçün, biz bir məsələyə toxunmuşduq da, yəni
bir insanın ilahiliyini, qəlbindəki ilahiliyi göstərən ən önəmli məqamlardan biri onun ədalətpərəstliyidir. Ədalətpərəstliyə meyilli olmasıdır. Məsələn, bu səni doğrudan da bəlli bir kriteriya, səndə bir kriteriya oyatmaq üçün, müəyyənləşdirmək üçün əla bir düşüncədir. Napoleonun düşüncəsi idi. Belə verilmişdi, məsələn üçün sonra. Bax, məsələn üçün, burada nə var? Məsələn, Sokratın bu düşüncəsi nə qədər qədim Yunan filosofunun, həqiqi bir filosofun və həqiqi olduğu üçün öldürülən bir filosof, belə deyirlər. Həqiqi insan olduğu üçün. Sokratın bu düşüncəsi, gör nə qədər düşüncədir. Sonda insanın başına nə gələrsə gəlsin, gözəl nəsnələr ondan mücadilə aparmaq gözəldir, xoşdur. Yəni, bu sənə, məsələn üçün, bu gözəl, dəyərli işlər görən, dəyərli məqsədlər, ən azından özün üçün, əgər bunu əsaslandırmısansa, məqsədlər üçün mübarizə aparan insana, mücadilə aparansa, gör nə qədər böyük bir həvəs verə bilər, motivasiya verə bilər. Yəni, sənin başına nə gələr gəlsin sonda, gözəl, dəyərlər uğrunda mübarizə aparırsansa, bu özü artıq öz-özlüyündə gözəl və xoşdur. Məsələn üçün, kiçik Senekanın belə bir fikrisi var. Məsələn, nə qədər ki imkan var, şadlıqla yaşayın. Məsələn, bu sadədir, amma çox gözəl düşüncədir. Yəni, imkanların varsa, şad yaşa, şadlıq əldə elə. Nə qədər ki imkanın var, o dərəcədə şad yaşa. Yəni, bütün çətinlikləri və həyatın qaranlıq tərəflərinə rəğmən, əgər imkan yaranırsa, əgər şərait yaranırsa, şadlıqdan vaz keçmə, şad ol. Bu odur. Sonra məsələn üçün, bax, bu mənim çox xoşum gələn düşüncədir. Bunu biz alındıra bilirmi, bildirmirmi başqa məsələdir. Məsələn, həyat çox qısadır. İnsanlar bir-birlərini xoşbəxt etməyin yollarını tapmalıdırlar. Evet. Yəni, insanlar bir-birlərini yaxşı hiss etdirməyin yollarını tapmalıdırlar da, həyat çox qısadır. Əslində, çox düzdür, amma biz bunu bacarırıq-mı, o başqa məsələdir. Yəni, bunun başqa şərtləri də var. Məsələn üçün, bax, yaxşı kitablar oxumaq keçmiş əsrlərin ən yaxşı insanlarla söhbət etmək deməkdir. Bu sənə həm də gözəl mütaliəyə aparır, kitab oxumağa aparır, mədəniyyət əxs etməyə aparır. Həm də sən keçmiş əsrlərin, bax, elə buradakılar kimi o yaxşı əsərlərini oxuyursansa, o əsrlərin yaxşı insanları ilə, alicənab insanları ilə, dərinliyi olan, zəkaviliyi olan insanları ilə ünsiyyətə girirsən. Bu çox gözəl bir təcrübədir. Bir insanın yaşaya biləcəyi ən gözəl təcrübələrdən biridir deyə düşünürəm. Əlbəttə, başqa təcrübələr də ola bilər. Bu da çox gözəl təcrübədir. Sonra, məsələn üçün, böyük ehtiraslar adətən ilk baxışdan da olur. Mən bundan çox razıyam. Sonra, məsələn üçün, məsələn, bax, burada çox qəşəng söz var idi. Məsələn, Platonun bax, belə bir düşüncəsi var. Sevən insan, sevilən insandan daha ilahi varlıqdır. Bu çox qəşəng düşüncədir, çox. Bax, bizə çox vaxt deyir ki, məsələn üçün, bax, salam ki, sevilən olmaq yaxşıdır, sevən yox. Məsələn, çox tez-tez belə sözlər deyilib, çox tez-tez deyilib də. Məsələn, mən görmüşəm. Amma əslində isə bir tərəfdən baxanda, bu mövzu üçün desək, sevən insan seviləndən daha ilahidir. Sevən insan çünki daha özünü fəda edir. Sevən insan sevilən insanı daha xoşbəxt eləmək istəyir. Sevən insan daha çox zəhmət çəkir sevgisi uğrunda. Sevən insan daha həssasdır, daha insani olmağa çalışır. Daha anlayışlı və başa düşəndir. Demək ki, əslində daha ilahi varlıqdır. Elə deyil mi? Bir yandan baxanda çox qəşəng düşüncədir. İnsanı sevməyə yönəldir. Geniş mənada sevgili dostlar. Bu da təkcə qadın-kişi sevgisindən danışmır. Daha geniş mənada deyirəm. İnsanı sevməyə yönəldir. Mən demirəm ki, bütün bunlar
həmişə keçərli ola bilər, həmişə o mümkünsüz bir şeydir. Amma nəcibləşdirici effekt olaraq, bir ulduz olaraq, işıq olaraq çox əhəmiyyətli məsələlərdir. Yəni elə buradakı düşüncələrdən deyək, elə buradakı düşüncədən çıxış deyək. Məsələn, Hötənin bir sözü nədir? Çox qəşəng sözdür, ona aid eləyirlər. Bilmirəm, onun sözüdür ya yox. Mən də burada onu qeyd eləmişəm, amma Hötə belə bir söz deyə bilərdi. O çox qəşəng sözdür. Deyir ki, onun bir forması bu şəkildədir düşüncənin. Siz olan düşüncədə insan hər gün qəşəng bir tablo gör, mənzərə tabloya tamaşa etməli, xoş bir nəğmə dinləməli və mümkünsə bir müdrik kəlam oxumalıdır. Hötənin belə bu düşüncənin bu forması da var. Amma mənə əsas olan bunu Hötə belə bir söz deyə bilərdi, ehtimalı var. Onun təbiətinə uyğundur. Mən Hötə yetərincə mütaliə eləmiş bir insan kimi deyirəm. Amma bu başqası da deyə bilər bunu. Hansısa başqa bir müəllif də deyə bilər. Amma düşüncənin özü çox qəşəngdir. Yəni buna toxunmuşuq, dərinləşdirmək fayda var. Yəni məsələn bir gözəl tablo, bir rəsm əsəri, bir sənətkarın rəsm əsəri insanın gözünə gözəl təsir göstərir. Gözü ilə, baxışı ilə bağlı qabiliyyətlərinə gözəl təsir göstərə bilər. Xoş nəğmə qulaqla bağlı, eşitməklə bağlı xüsusiyyətlərə qəşəng təsir göstərir. Kəlam düşüncəyə, intellektimizə, təfəkkürümüzə, düşünən fəlsəfi təfəkkürümüzə, fəlsəfi intellektimizə təsir göstərir və bizi müdrikləşdirmək istəyir. Yəni səni üç tərəfdən də səni bir şəxsiyyət kimi formalaşmağa kömək eləyir. Rəsm, musiqi və fəlsəfə. Və bu da olar. Bu baxımdan da, yəni biz məsələn üçün bir nəğməyə qulaq asanda duyğularımız əylənir. Amma biz fəlsəfi düşüncəni dərk etməyə çalışanda, ondan bəhrələnmək istəyəndə bizim ciddi yönlərimiz, daha zehni yönlərimiz işləməyə başlayır. Daha təfəkkür edən yönlərimiz işləməyə başlayır və bizim həyatımızı ciddiyə almağa, o tərəf bizi əyləndirir, bu tərəf isə həyatımızı ciddiyə almağa, onu ciddi şəkildə yaxşılaşdırmağa yönləndirir bizi, özümüzü yaxşılaşdırmağa yönləndirir, daha kamil etməyə, daha anlayışlı etməyə, başqa mətləbləri dərk etməyə yönləndirir ki, bu da bizim əbədi həyat tərzimizə də müsbət təsirlər göstərə bilər. İdeal olaraq belədir, amma alınıb alınmırmı, o artıq baxışı şərtlərdən də asılıdır da, o da var. Məsələn, bax, burada çox gözəl bir gözəl söhbət var. Lev Tolstoyun fəlsəfəsinin əsası bundan ibarətdir. İnsan həyatı ilahi bir sevgidir. Bu, Vladimir Nabokovun mühazirələrindəndir. Bəli, bir bütünləşdirmə olaraq bu çox belə işıqlı bir düşüncədir. Yaxşı, ilahi sevgidə işte nə nəzərdə tutulur? Bu səni göndərir, Tolstoy fəlsəfəsi ilə tanışlığa göndərir. Ki, o həqiqətən insanı çox genişliyə yayılan, çox fundamental, bütün dünyanı belə qucaqlaya biləcək bir təsdiqləmədir Tolstoyun bu fəlsəfəsi. İnsan həyatını ilahi sevgi saymaq yönündəki fəlsəfəsi bütün dünyanı belə qucaqlayacaq bir əsaslandırmadır. Bu məsəl üçün oxucunu Tolstoy fəlsəfəsinə göndərə bilər. Sonra məsələn üçün burada nə var? Bax. Sonra məsələn üçün burada görək nələr var, dostlar. Məsələn, aşiqə məşuqinin qüsurları çox tez-tez gözəl görünür. Feokritin bu sözüymüş, dostlar. Mən belə oxumuşam. Məsələn, doğrudan da belədir. Yəni, biz aşiq olduqlarımızın qüsurları, belə, fiziki qüsurları bizə çox şirin görünür. Deyək ki, məsələn üçün, nə bilim, ayaqlarını biraz belə, necə deyərlər,
çəp mi atır? Deyək ki, aşiq olduğumuz insan məsəl üçün deyək ki, ayaqlarını biraz belə çəp atır. Çəp atır. Mişka kimi atır, belə mişka kimi atır. Bu sənə məsələn sən deyirlər ki, bu bir qüsurdur əslində. Bir baxan deyir ki, məsələn üçün ayaqları düz atmaq yaxşıdır. Bu qüsurdur. Amma əslində sən insana çox şirin görünür, çox şirin görünür. Çünki aşiq olduğun üçün hər şey şirin görünür də sənə. Hərəkətləri də və ya fiziki strukturundakı müəyyən bir, nə bilim, o normadan çıxmalar sənə şirin, özünə məxsus, müstəsna görünür. Məsələn, bu əslində çox doğru düşüncədir. Aşiq olduğumuz kəslərin qüsurları bizə çox şirin görünür. Çox gözəl, tez-tez bizə gözəl görünürlər. Sonra məsələn üçün bu o qədər gözəl düşüncədir dostlar. Yəni bunun dərinliyinə varmaq möhtəşəmdir. Məsələn, insanlar arasında yayılmış ən adi və zərərli aldanışlardan biri budur. Onlar elə düşünürlər ki, güya kimsə onların azadlığına və səadətinə əngəl törədə bilər. Məsələn, bu əslində bu da əlbəttə daxili azadlıqdan söhbət gedir, səadətdən söhbət gedir. Bu əslində çox qüvvətli düşüncədir. Çox da Lev Tolstoyun düşüncəsidir. Çox qüvvətli düşüncədir. Yəni bunun dərinlinə girsən, haralara girib çıxa bilərsən və bunun çox böyük aydınladıcı, işıqlandırıcı, çevirici, müsbətə doğru çevirici bir xassəsi var, mənbəyi var, bu enerjisi var içində, bu düşüncənin. Bax belə dostlar, bu qədər belə düşüncələr var. Məsələn üçün, bax, burada məsələn, bax, Məsələn, bizdə, indi mən daha söhbətə girmək istəmirəm, qalsın bu dostlar, qalsın. Məsələn, bax, mən bir də bunu oxumuşdum, bu mənim də ən çox sevdiyim şeylərdən biridir. Xeyirxahlıq həyatı bəzəyir, bütün ziddiyyətləri həll edir, qarışıq məsələləri aydınlaşdırır, çətin şeyləri asanlaşdırır və qaraqabaq şeyləri sevincə çevirir. Yəni, xeyirxahlığı bu, Lev Tolstoyundur, bax, fikir verir, xeyirxahlığı bu qədər möhkəmlədən, məğlub edilməz, sarsılmaz edən, məsələn, sən belə düşüncəyə çox rast gəlməzsən. Yəni, bu Tolstoy zəkasının və ruhunun qüdrəti və qüvvətidir. Bax, xeyirxahlıq həyatı bəzəyir. Bütün ziddiyyətli şeyləri həll edir. Bax, gör, nə qədər gözəl düşüncədir. Yəni, məsələn, bir ziddiyyət yaranıb, deyək ki, ailəndə, dostlarla münasibətdə, partnyorla münasibətdə, sevgilinlə münasibətdə, iş arasındakı münasibətlərdə, deyək ki, bir ziddiyyətlər yaranıb. Xeyirxahlıq ortaya girirsə, anlayış ortaya girirsə, qarşındakı insanı çox istəyirsənsə, onu anlamağa çalışırsansa, ziddiyyətlərin həll olunmaq ehtimalı çoxalır. Yəni, məsələn üçün, sən acıqlı olacaqsansa, qəzəbli olacaqsansa, lüzumsuz yerə prinsipial olacaqsansa, ziddiyyət həll olunmayacaq. Amma xeyirxahsansa, xoş qəlbli olmaq istəyirsənsə, anlayışlı olmaq istəyirsənsə, qarşı tərəfi başa düşmək istəyirsənsə, ziddiyyətin həll olma ehtimalı artır. Yoxsa bu xeyirxahlığı bu qədər bircə cümlə, bu fəlsəfi cümləni görürsünüz, onu qüdrətli və möhkəm bir tamala çevirir, mənəvi tamala çevirir. Həqiqiliyinə görə belədir. Tolstoy ruhunun böyüklüyünə görə belədir. Zəkar kəskinliyinə görə belədir. Məsələn üçün, bax, qarışıq məsələləri aydınlaşdırır. Bəli. Məsələ qarışırsa, xeyirxahlıq ortaya girərsə, xoş qəlblilik, mehribanlıq ortaya girərsə, anlayış, insanlıq ortaya girərsə, qarışıq məsələlər aydınlaşmaya başlayırlar. Məsələn, bunu özüm demirəm mütləq şəkildə, ideal şəkildə, amma müəyyən hədlərdə hiss eləmişəm, özüm təcrübədən keçirmişəm. Çətin şeyləri asanlaşdırır. Bəli, çətin şeyləri çox tezdə asanlaşdırır. Qaraqabaqlığı sevincə çevirir. Və həyatı bəzəyir. Məsələn, belə düşüncələr var burada, bu seçmə düşüncələr var burada. Dostlar, yəni bunlara oxuyaraq siz mənə bəyər ki, bir nəcibləşdirici effekt yaşaya bilərsiniz. Mənəvi kamilləşdirici enerji əldə edə bilərsiniz və əlbəttə biz hekayələr yaradan, hekayələrdən ilham alan, hekayələrlə həyatımızı quran canlılarıq və bunlarla biz çox yaxşı hekayələr də qura bilərik. Əlbəttə, ideal mənada belədir. Alınıb alınmaması sonraki mərhələdir. Və bu kitabçada, öz çapında bu fəaliyyətə kömək
ola bilər dostlar. İstəyənlər əldə edirlər. Bir daha qeyd edim. Tariel bəydən, məşhur Tariel bəydən Papel One kitab evindən əldə edə bilərsiniz dostlar istəsəniz. Amma başqa mağazalarda olduqca da mən məlumat verəcəyim dostlar. Bu qədər. Hələlik biraz bu günlər bu kitab haqqında danışmaq istədim. Belə özünüzdən müğayət olun. Gecəsi xeyrə qalsın.